Turan! Ya bunların hiç şansı götürmür ya. Oradan kimse gelir. Hani? Hani Turan? Hardaydın. Turan'ı. Ya senden soruşmuyorlar Turan'ı. La cevap ver de ha? Ecmof! Hani Turan? Hani? Hardadır Turan? Yeri hardaydı. Yerini dene, sesile. Sağ ol. Dedin hele bir tarafa. Turan tapmak lazım. Bu tapan kadar. Apar beni. Ne danışsan? Kimdi senin dostun? Adı Vüqar'dı. Sizin kızınızla sevgili olublar. Ne ağzına gelen danışsan? Sen kimsen benim kızımın adını çeksin? Işlənməyin. Mən olan deyirəm. Düzdür. Vüqar mənim dostumuydu. Ancaq elədiyi hərəkət düzgün hərəkət deyil. Sizin də bala kişiyə elədiyiniz hərəkət düzgün deyil. Yazıqdır. Ona görə gəldim bura. Sen bunları hardan bilirsin? Bala kişi gönderip seni. Mən heç kim göndərməyib. Mən hər şeyi əvvəldən bildim. Vüqar sizin qızınızla sevgili olub. Neyniyibsə o eləyib. Yaxşı. Dostunun yerinde. İnci... Ne danışsan, ne evlenme? Mən o evdə qala bilmərəm. Başa düşürsən, qala bilmərəm. Yaxşı. Keç içəri, burada dayanma, keç. Sen bura gelmeyin aslında böyle səhv eləmirsən. Qaldı ki, evlənmək məsələsinə. Evlənmək istəmirsən? Söhbət mənim istəyib istəməməyimdən getmir. Birincisi, sən yaşın hələ çatmır. İki, məncə bu barədə fikirləşmək hələ tezdir. İndi sən atavın, bacımın yanında olmalısan məncə. Mənim nə evim var, nə atam, nə də bacım. İndi görürəm ki, sevdiyim adam da həmin adam deyil. İnci, əsəbisən, mən səni başa düşürəm. Amma elədiyin hərəkət də düz deyil. Atan heç olmasa bilir sənin getdiyin yeri. Bəsdir Murad, elə demə. O yalancıdır, mənim atam deyil. Gör neçə el bizi alladıb. Yaxşı, onda belə eləyək də, sən burada Banu ilə
Banu ilə sən evdə qal, mən bu gecəlik oteldə qalaram. Lazım deyil. Bu vəziyyətdə də sən öz adını, kimin nə deməsini fikirləşirsən. Sən evində qal. Mən gedərəm. İnci, tərslik eləmirəm. İnci. İnci, uşaqlıq eləyirsən. İnci. İnci, uşaqlıq eləmə, tərslik eləmə, İnci. İnci. Nə danışırsan? Nə boşanmaq Elça? Bizim nəslimizdə hələ boşanan kişi olmayıb, onu bilirsən? 100% sənin başını o doldurub. Ay ana, onun heç bu məsələdən xəbəri yoxdur. Artıq bezmişəm. Bacarmıram. Nə bacarmıram, kiç-kiç danışırsan. Qızzasan sən. Sən belə yorğun arğın işdən gələndə ondan isti yemək, ütülü paltar, tərtəmiz ev tələb elə. Bunları eləməsə, sal təpiyinin altına çırp ol. Ay ana, bəs istəmək? Sən elə bil göydən düşmüşsən. Nə istəmək? Güya ki, bundan qabaq evlənənlər bir-birlərini Leyli Məcnun kimi istəyiblər. Sən atom bilsə ki, sənin başında belə fikirlər var. Səni də öldürər, məni də. Bunu istəyirsən? Ay ana, mən adam kimi ailə istəyirəm. O da olmadı da. Boşanacam. Heç atam da qalağımı kəsə bilməyəcək. Elə adla boşanacam ki, nə atam, nə də onun adamları. Heç kim mənə heç nə deyə bilməyəcək. Neyniyəcəksən, hə? Onu şərləyəcəm. Onda ağlı başına gələcək. Onda biləcək ki, Elşad kimi oğlanın qəlbini sındırmaq nə deməkdir. Yox. Dəqiq sənin başını kimsə qarışdırıb. Yoxsa sənin bu ağılsız başına, boş başına belə fikirlər heç vaxt girməzdi. Tural! Ay Tural! Tural! Neredesin, çık da! Tural! Ne kadar geç değil, onu tapmalıyıq. Çarpma biri! Tural! Sen ölsen tapsam özümü öldüreceğim! Tural kaka hay ver de! Birini saksan! Gece vakti bizi harda gezmeye mecbur edilir. Pus! O sen de arvat kimi deyinmə də. Neyim mi ya? Hanım benim her görse ne cevap verecek? Tural! Tural! Ay Tural! Sima, Züleyha!
İkiniz de buraya gelin. Ne olub neyəm? Yenə o gədiyə görə əsəbləşmisən? Hə. Gədiyə görə. Amma o gədiyə görə yox. Kızımın gəzdiyi gədiyə görə. Vüqardı, nə zibildi ona görə. Nədir? Nə gözünüzü döyürsünüz? Güya birinci dəfə deşidirsiniz adını. Hə? Qardaşım uşaqlarını şərləmək kimin fikri idi? Cavab verin! Bir qələt eləmişik niyəm, qurban olum. Cavab ver, kimin fikri idi? Zəhrim arata! Bir də ata sözünü dilinə gətirmə. Mənim sənatda qızım yoxdur. Qurban olum, qızımız uşaqlıq eləyib, anlanıb. Nə? Sən atan görəcəyin ona. Eşək boyda da çəkil o tərəfə. Dur ayağa. Bizi bədbəxt eləmə, qurban olum. Bədbəxt olmuşuq da bundan o tərəfi də var. Sənin xəbərin var ki, şərlədiyin o uşaqlar indi hansı küçədə yatır, nə yeyir, nə içir. Vicdanınız necə götürdü öz zibillərinizi onların üstünə atmağa. Qurban olum sənə, ay niyəm. Mənim başqa çıxış yolum yox idi. Dedim bəlkə bu yolla bu yetimin adını üstündən götürərik. Qardaşım uşaqlarının təmiz adını ləkələməklə sizi öldürmək lazımdır. Ata, baxdım mən ata. Ata, anlamışam, ne Qurban olum, nimi? Durun ayağa. Ata. Dedim durun ayağa. Sizə bugün oturmaq da, yatmaq da, yemək də qadağandır. Necə ki, qardaşım uşaqları küçədə az, yataqsız qalıblar. Bütün gecəni siz də elə qalasınız. Pərviz, danışacaqsan ya yox, hə? Bayaqdan heç nə demirsən. Alo demirsən deməndə nə olub, nə öldürmə, nə danışırsınız siz? Biraz yavaş danış, evdəkilər eşidəcək. Pərviz, ay Pərviz. Bir özü bəli al da, nə olub, danış görək bilək də bizdə. Nail görmürsən özündə deyil. Heç nə danışa bilmir. Bəs Turalanı? Tural qayıtmadı. Pərvizin əlində qanlı bıçaq var idi. Gördünüz? Gördünüz? Dedim də bu işin axırı yaxşı qutarmayacaq. Budur da, uzadır hər şey. Mən nə demişdim, hə? Hamıdan əvvəl mən razı deyildim. Nə olacaq indi? Öldürdü. Öldürdü. Nə? Öldürdün? Kimi? Sakitləşmək hələ heç olmuyor. Kim öldürdün Turalı? Bu Şeygil tərəfdən, Turalgil tərəfdən kim gəlmişdi? Ülvücü. Uşaqlar. Necəsiz? Sağ olun, siz necəsiz? Yaxşı etmədim. Pərviz. Pərviz? Pərviz. Nə olub? Öldürdüm. Şeysi müəllim dəlidir də. Öldürdüm yəni elə bir bayaq maşınla gələndə bu rolu çəkdi də elə bir it keçdi, iti vurdu. İt öldü, alnı da dəyibdi, görüb. İt ölüb onun. İt? İt vurdu. Hə, mənim, düz deyir. Dəqiq öldü. Ha, Bəlkə Baytarazada aparaq onu. Valla biz də aparmaq istirdik, amma gördü öldü, daha heç nə gəlmədi. Neynəyək Pərviz? Adamın başına belə işlər gəlir. Özünə gəl oğlum. Bəlkə həkimə zada aparaq bunu.
ehtiyac yoxdur. Şeydir də bu göydür, şey buz qoyarıq, keçər. Narahat olmayın mənim. Belə baxanda heç deməzsən ki, ürəyi yumuşaqdır. Amma bir itə görə bu hala düşür. Heyvanlara qarşı belə diqqətli olan insanlara heç vaxt pislik eləməz. Məncə də həssasdır da ona görə. Yaxşı, mən sizə mane olmayım. Hə, dincəlin. Biz də Narahat olmayın. buz qoyarıq. Buradan buz gətir. Narahat olmayın. Aha, tabala. Vay çipis nə yaxşı şeydir ha. Ömrümdə yeməmişdim bundan. Qaqa, sana sok süzüm. Gətir. Üstünə tök. Hələ xaldenkdə 2 butulka var, Azalıbə gələdiyim 1-2 potolka da doldursunlar. Hadi Recep onu bir dənə doldursunlar da. Bu cipislə sok var ha. Anamın pişirdiklərindən yaxşı deyil. Amma əmi dostum pişirdiklərindən 1000 dəfə yaxşı deyil. Fənadır. O, bu otel nə yaxşı şeymiş ha. Kastinisa. Əynimiz dəyişir, başaq düşər. Məzələnirsən. Böyle otel paltarı da bunu veriblər ki, geyinək belə abırlı görsən. Doğrudan. Qaqa, mən tuta bilərsən, hə? Niyə tutuluram ha? Mən gömbuleysən. Ama bura gör ha. Ha, ata bana. Ha. Ne oldu ha? Ata bana kaşındın mı biraz? Yordun ey məni. Qaqa, sən çox dəyişmişsən, hə? Sən əvvəl qoyunların, kuzuların dalına necə qaçırdın, hə? Şəhər səni çox pis təsir edib. Sən belə ağıllı danışanda hərdən istəyirəm səni tullayam yuxarıdan aşağı. Hay gömbüles. Mən ona görə yorulmamışam. Çipsi mənə nəsə mədəmi belə tutub elə be. Hə, düz deyirsən. Qaqa. Biz dünəndən 5 dəfə girib çıxmışıq, hə? Birdən bunun balansı qutarar. Bəlkə girib yenə yükləyib balans. Bax. Düz deyirsən. Gedək yüklə. Belə dolduraq kartı, gəl. Salam, mənə bir neçə gecəlik nömrə zəhmət olmasın. Bir neçə, daha dəqiq deyə bilərsiniz? İnci, bəlkə ancaq bu gecəni qalasan, sabah Mahtanla danışaram. Dəqiq bilmirəm, bəlkə daha çox oldu. Gəl, tətlə danışaq, sonra resepsiyona yaxınlaşarsan. Salam aleyküm, Reception bazı. Başa dönün, bu 5 dənə gediş yükləyə bilərsiniz. Bu kartın balansı olmur. Ona istədiyiniz qədər istifadə edə bilərsiniz. Doğrudan? Babalaş ki, mən sənə dedim də. Gəl bu hotelçilik haqqında oxuyardın da. Belə maraqlı sahədir. Onda imkan varsa, xanım, xaladelnikə də doldura bilərsiniz. Acından ölürük. Olar əlbəttə, problem deyil. Nə eləmək istəyirsən sən? Ayda olmadığım yerə qayıtmaq istəmirəm. İnci, sən də buradasan? Sən burada nə edirsən? Mənlə birdən qohumların gildə qalırsan.
Yaman yaraşıb. Qaqa, bu qızı tanıyırsan? İnci tanış ol, bu mənim Gomboles qardaşım Atabaladır. Atabala, bu da mənim qrup yoldaşım İncidir. İnci, bəyək sən yanında olan kişi kim idi? Hansı kişi? Qaqana göz qaşı eləyirsən, Mən özümdən demirəm ki. Bəyək gördüm o kişini. Elə heç yaxşı adama oxşamırdı. Mən bura tək gəlmişəm. Kişi də yox idi. Saatı soruşan biri var idi, yəqin onu deyirsən. Bu qədər saat buraxıb səndən saat soruşan kişi çox şübhəlidir. Nə göz qaşı eləyirsən, Mən onun jestlərinə baxdım. Bədən dili nədənsə narahat olduğunu, gizləndiyini göstərdi. Çox belə şübhəli adamdı, heç xoşum gəlmədi. Bədən dili? Mənim bədən dilim nə deyir? Sənin bədən dilin yalan danışdığını göstərir. Gözlərini tez-tez qaçırtmağın, əl hərəkətlərin və səsinin tez-tez dəyişməsi. Hamısı yalan danışdığını göstərir. İnci fikir vermir, bu balacadı biraz baş arada qaçır, uşaqda da belə. Yaxşı, bunları başa düşdü İnci. Və sən burada niyə inirsən? Evimizdə təmirgədir. Mən də rəngiyini götürmürəm. Başım ağrıyır. Bir neçə günlük buradayım. Bir dənə də yalan. Bizim kartımızı verin, çıxaq gedəyik. Sağ olun. Mənə 2 gecəliyin ömrə zəhmət olmasa. Sən nə olur? İnci sən nə olursun? Ata, sabahın xeyir. Sabahın xeyir qızım. İnci elə durmayıb. Oyuna danışmalıyım. Nə oldu? Sağollaşmayıb gedib? Ata, İnci bu gecə evdə qalmayıb. İnci bu gecə evdə qalmayıb, sən gəlib indi deyirsən mənə. Sənə demədim ki, narahat olmayasan da. Bildim, eşitsən pis olacaqsan. Qorxdum, ürəyin tutar. Ki, indi biləndə ürəyim ağrımayacaq. Bu nə boş sözlərdir? Ata, evdə gedən səni saymayan, atalıqdan silən İnci deyə, mən deyirəm. Sən mənim üstümə düşürsən? Yaxşı, indi hardadır? Heç olmasa maraqlanmısan? Paltalarını da yığıb gedib. Zəng vurdum, deyir, mən yalançı ailədə yaşamaq istəmirəm. Heç bilmirəm, bu övladlıq söhbətini kim onun yadına saldı? Sən ona demisən? Düzünü de. Yo, mən heç də deməmişəm, xəbərim yoxdur. Telefonu ver, Zakirə zəng eləyim. Nə yaxşı, yaxın dostum. İncinin dekanıdır. Heç olmasa bir köməyi deyər.
Uşaqlar, bu işlərin axırı necə olacaq? Ha, heç mi? Zaşı mənim bir aləm dəyəcək bir-birinə. Xanım müəllimə də hələ heç nə bilmir. Uşaqlar, biz dünən qəbirstanlığa getmişdik. Tural tapa bilmədik. Xəbəriniz yoxdur. Necədir, hardadır? Siz dediniz, biz də inandıq. Harada gizlətmişsiniz onu? Ya, biz bilsək sizdən niyə soruşuruq ki? Zibilə düşdük də. Bircə ölüb eləməsin. Ona bir şey olsa, Pərvizi heç kim əlimizdən ala bilməyəcək. Doğrudan o əclaf hardadır? Dıxı çatmadı dərsə gəlməyə. Uzaq düz elə bil. Zibildə konkret. Görürsən xəbəri var. Ya görmüşsən gözü başı qızarıb. Xəbər olmamış olmaz. Sabahınız xeyir inşallah. Herkese salam. Bunlar nəsə gözümə yaxşı dəymir. Niye? Bilmirəm. Amma 100% nəsə olub. Ha bala kişi. Biz yerdeyim. Burada yaxındır. Hem çok gecikmedim bugün. Deyirəm, adam ölənə kimi qalıyor orada. Bala kişi, dəqiqə gəlmirəm. Necə deyirsiniz? Rahat yata bildiniz? Sağ ol Mahir, sən əsl dostsan. Şərait yaratmışsan mənə. Prosta 3 günlük ödəmişəm pulu, yəni gərək başqa bir ev axtaraq. Gərək gedim kirayə ev axtarım da. Salam uşaqlar. Səbinə kimləri yoxdur? Gülşən yoxdur, Tural yoxdur, bir də Pərviz. Niyə? Hardadılar? Müəllimə, mən bilən axı indi mənim dərsimdir. Siz ikinci kurslara dərs deməlisiniz. Bilirəm Qızqayıt müəllimə. Uşaqlardan bir söz soruşmaq istəyirdim. Uşaqlar, sizlərdən kimsə dünən ya bugün Turalı görən olub? Bu qəbirstanlıqda. Yox, xanım müəllimə, deyir ki, qəbirstanlığın yanında kafe var idi. Tural oradaydı, dostunla görüşmüşdü. Dedilər ki, gedəcək balıq tutmağa. Hansı dostuyla? Adı nə idi, bilmədiniz? Adı, deyəsən Dilqəm idi. Hə, Dilqəm. 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 Nəysə, heç tanış gəlmədi adı. Bağışlayın Qızqayıt müəllimə, sizin də dərsinizə mane oldum. Buyurun. Çox sağ olun uşaqlar. Sağ olun. Hə, Pərviz. Başın xarab olub sənin. Nə işin var sənin o xarabada? Hala, gedəbə biz də çıxıb gəldik. Mahir, telefonu yığışdır. Hə, mən danışa bilmirəm. Yığaram sən.
Hə uşaqlar, başlayaq dərsimizə. Keçən dərs harda qalmışdıq? Buyur. Determinantın xassələrini keçmişdik. Yaxşı. Kim hazırdır? Mahir, gəl dərsi danış. Mən? Hə, sən. Niyə? Maraqlı olsun deyə. Gəl. Xassələri saydı. Ne? Hayır. Terminatorun xassələri. Terminatorun xassələri. Terminator. Sağ ol Yafa, belə maraqlı zarafatlar da eləyirsən. Neyniyim? Gördüm bugün Nüsrət susur, dedim əvəz eləyim də. Mahir, sən otur. Qoy elə Terminator gəlsin, dərsi danışsın. Gəl Afaq, gəl. Gəl sənə qulaq asaq. Hava xanım xala, sizin üçün xoşladığınız çaydan dəmləmişəm. Kekli yatılı. Əyləşin, gətirim sizə. Buyurun, əyləşin, əyləşin. Oturun, bir də saniyə gəlirəm. Bu da çayımız. Nuş eləyin. Bəs sən bugün dərsə getmirsən? Dərsin yoxdur bugün? Bugün evdə qalacağam. Həm də biraz yer yığış eləmək istəyirəm. Bir də ki, bir sürpriz eləmək istəyirəm. Kömək eləyərsiniz? Yenə nə oyun çıxarmaq istəyirsən? Mənimlə bazara gedərsiniz. Biraz bazarlıq eləmək istəyirəm. Axşam yaxşı bir süfrə açmaq üçün. Bayramdır. Bilirsiniz Hava xanım xala, son zamanlar evdə çox gərginlik oldu. İstəmirəm belə olsun. İstəyirəm ailəmlə yaxşı olum. Sizlə də, Elşadla da. Ona görə fikirləşdim ki, gözəl bir süfrə açaq. Atam gili də çağıraq. Təbii ki, icazəniz olacaqsa. Yaxşı fikirdir. Axır ki, ağlın gəldi başıma. Sən belə elə. Get mənim otağımdan telefonu gətir. Mən Xalidə gilə zəng vurum, onları dəvət eləyim. Sonra da səndən gedərik bazara. Baş üstə. Deyirdim də, bu qız əvvəl-axır ağıllanacaq. Yoxsa Elşad axmağın biri. Boşanıram, boşanıram. Gəlsin görsün də arvadı necə ağıllanıb. Tatil! Yüreğin yoktu senin! Niye öldürdün Turalı? Niye öldürdün Turalı? Banu. Budur sizin sevgimiz. Gah merc gah düel hansı devirde yaşıyorsunuz siz? Hani sen ne saçıyorsun öyle Tural? Banu sakitleş. Görmürsən özündə deyil. Ne danıştığını bilmir. Banu. Tural dünən. Ne dünen? Ne dünen? Ben bugünden danışıram. Ne dünen? Ne gidip diyeceksin anasına? Diyeceksin oğlumuzu öldürdün Banu'ya göre. Ne diyeceksin Tural'ın anasına? Ne cevap vereceksin? Söyle bilirdim ben sen olacağım Perviz. Sen Tural'ı öldürsen ben sen olacağım Perviz. Çok merak etme sen verirdin sen.
Səhv eləyirdin! Səhv eləyirdin sən! Mən heç vaxt sənin olmayacağım! Heç vaxt! Hava xanım xala, çayınızı dəyişim, soyuyardı yəqin. Yox, çox sağ ol qızım. İstəmirəm. Ata nə olub? Nəsə bir təhərsən. Heç. Bilirəm, hamınız məndən necə eləsiz. Belə baxanda haqqınız da var. Əvvəl mən də hamınıza hirsliydim. Amma biləndə ki, uşağım olacaq. Çox sevinmişdim. Düşünürdüm, hər şey düzələcək. İnanırdım. Elə ona görə uşağını al. Siz nə bilirsiniz ki, mən bunu öz istəyimdən eləmişəm? Bilmirəm niyə, amma uşağı abort eləməyə məni Elşad məcbur elədi. Hə? Necə? Nə danışır bu? Kız yine gelmedi. Ya böyle olmaz. Şafa! Şafa! İnci ile danışmışsan, ne deyir? Telefonları açmır ki. Alo. Zeynal müəllim, axşamınız xeyir. Mən Rauf müəllimin oteldəki işçisiyəm. Səhərdən də sizin nömrəni axtarıram elə. Buyur. Nəsə olub? Sizə vacib sözüm var idi. Sizin qızınız İnci... İnciyə nə olub ki? Bizim otelə bir kişi ilə gəlib. Səyid hələ dayanmayıb. Necə olacaqdı? Qorxma Banu, həkim dedi ağrı kəsicinin təsiridir. Birazdan oyanacaq. Dəqiq oyanacaq. Tural. Yaxdı ömürdə böhtan elə bəhrandır. Yaxdı ömürdə son hər şey dağlandı. Sensizlə boş qalmışam, səninlə yorulmuşam. Heç vaxt oyanmayan hal, o da oyandı. Məndən sorarsan qalsan, davam gözəldir. Gözlər yağışla dolsa, demək özəldir. İllərin yorğunuyam, sirlərin yorğanıyam.
eşkimiz ölümden ezeldir. Sözüme inan balam, sözüme inan. Sözümde ne kuş var ne de yılan. Sözüme inan balam.